Seyran müəllim, tələbələr, Bakı Dövlət Universitetinin həyatında xoş gördük hər birinizi. Çox hörmətli Seyran müəllim, əziz tələbələr, əziz müəllimlər, hər birinizi salamlayırıq. Bugün Bakı Dövlət Universitetinin həyatında çox əlamətlər bir gündür. Bizim çox görkəmli yazıcımız, mən 20-ci əsr Azərbaycan ədəbiyyatının demirəm, 20-ci əsr Azərbaycan ədəbiyyatında demirəm, bütün əsrlərin Azərbaycan ədəbiyyatının görkəmli yazıcısı. Çünki Seyran müəllim heç bir əsrə, zamana sığan söz adamı deyil, bütün əsrlərin görkəmli yazıcısı olan Seyran müəllimlə görüşdük. Mən istəyirəm əvvəldə Seyran müəllimə bir alqışlayaq. Xoş gəlmişsiniz. Bakı Dövlət Universitetində Ustaddan Öyrən layihəsi həyata keçirilir və bugün də biz ustad səviyyəsində olan bir görkəmli ədibimizlə görüş keçiririk. Bizim üçün iki qat daha önəmlidir ki, Seyran müəllim Bakı Dövlət Universitetinin məzunudur. Seyran müəllim Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirir. O yenidən öz evinə gəlir, öz doğma evinə gəlir. Bu cəhətdən də bizim üçün çox önəmlidir, çox əhəmiyyətlidir. Mən burada Ustaddan Öyrən layihəsində demək olar ki, əksər tədbirlərin aparıcısı mən olmuşam, amma bugün özümü daha məsuliyyətli hiss edirəm. Çünki Seyran müəllimin yanında söz demək çox çətindir. Seyran müəllim bir insan səhv eləsə, onun özünü bağışlayar, amma sözünü bağışlamaz. Çünki sözə yüksək dəyər verir. Və Seyran müəllimin söz barədə cəmi bircə fikrini deyir ki, və bu fikir nə qədər böyük fikirdir ki, onun sözə necə həssas yanaşdığını ifadə edir. Seyran müəllim deyir ki, cümlə qurmaq, dövlət qurmaq qədər çətindir. Yəni, artıq bu məsələnin mahiyyətini daha geniş şəkildə ifadə edir. Seyran müəllim ilk qələm, belə deyək, nümunələri şeirlə başlayıbdır, ədəbiyyata şeirlə gəlir, şeirlər kitabı da çap olunur. Amma sonradan Seyran müəllim nəsrə keçibdir və bizim görkəmli şairimiz, xalq şairi Ramiz Rövşənin bir sözü var. Deyir ki, şairlərin xoşbəxtliyindən, nasirlərin bədbəxtliyindən Seyran Səxavət şeirdən nəsrə keçdi. Yəni, bu cümlənin də ağırlığı yəqin ki, nə dərəcədə böyükdür və kimin dilindən çıxır, onun da bizim üçün böyük əhəmiyyəti var. Və Seyran müəllim Azərbaycan nəslinin ən gözəl nümunələrini yaradıbdır. Onun əsərlərində Azərbaycan dilinin şərhdir, şirəsi, koloriti, dilimizin şirinliyi və ədəbiyyatın problemləri, fəlsəfi yanaşma məsələlərə, bütün bunlar hamısı onun əsərlərində yer tapıbdır. Bizim oxucular onun əsərlərini sevə-sevə oxuyur. Və bu günlərdə Seyran müəllimin yubileyi olubdur. Biz o yubiley münasibətində bir daha Seyran müəllimi təbrik edirik və təkrar xoş gəlmişsin deyirsiniz. Xoş gəlmişsiniz. İndi Seyran Səxavət deyirdi silsiləsindən bizim tələbəmiz təqdim edəcək. Buyurun. Çox hörmətli Seyran müəllim, siz çox xoş gəlmişsiniz. Doğma universitetimizdə sizi görmək bizim üçün həqiqətən sevindiricidir. Bir daha xoş gəlmişsiniz. Mən bugün sizlərə Seyran Səxavət deyir ki, silsiləsindən danışacağım. Seyran Səxavət deyir ki, insan yalnız ölümə yaltaqlana bilmir. Seyran Səxavət deyir ki, yalan yaltaqlığın lirikasıdır. Seyran Səxavət deyir ki, baba ilə nəvə ona görə bir-birini çox istəyir ki, ikisi də bir ağılda olur. Seyran Səxavət deyir ki, mənə elə gəlir ki, insan yalnız ölənə qədər deyil, öləndə də öyrənir, öləndə də ölmək öyrənir. Seyran Səxavət deyir ki, dünya Allahın için olmuş yuxusudur. Seyran Səxavət deyir ki, cümlə qurmaq, dövlət qurmaq qədər çətindir. Seyran Səxavət deyir ki, xalq birləşəndə gücü olur, yazıcı isə təklənəndə. Seyran Səxavət deyir ki, ən asan şey dünyaya gəlməkdir. Çünki burada sənin heç bir zəhmətin olmur. Və son olaraq Seyran Səxavət deyir ki, qızlarının üzü gülməyən məmləkətin gələcəyi ağlar qalar.
Sabir Rüstəmxanlı, xalq şairi. Seyran Səxavət mənim gənclik dostum olmaqla bərabər öz yerində möhkəm dayanan müdrətli bir yazıcıdır. Onun hər bir hekayəsində böyük romanların seqləti və qüdrəti var. Azərbaycan nəsrində onun özünə məxsus dili və üslubu var. Qarabağ danışıq dilini bütün koloriti, cozluğu, şirəsi, saflığı və rəngləri ilə Azərbaycan nəsrinə ilk dəfə Seyran Səxavət gətirib. Seyran Səxavət sözün estetik hakimiyyətində vicdanın prezidentidir. İsmail Şıxlı, xalq yazıcısı. Mən Seyran Səxavətin bu povestini bir nəfəsə oxumuşam. Povestinin səhnə versiyasına, Qızılteş faciəsinə isə ilk dəfə baxmışam. Hər iki dəfə də cəmaatın nəfəsini dərmədən, səhnədən deyilən sözləri dinlədiyini şahid olmuşam. Xan Əhmədin qılıncından kəskin atmacalarından sonra uzun müddət davam edən alqışları eşitmişəm. Sözün düzü, xeyli vaxtı belə səmimiyyətlə qarşılanan tamaşaya baxmamışdım. İlk dəfə idi ki, belə müşahidəm olurdu. Tamaşada ayaq üstə qalxıb yarım saata qədər səhnədəkiləri alqışlayan adamların sevincini unuda bilmirəm. Bəxtiyar Vahabzadə, xalq şairi. Seyran Səxavətin əsərlərini oxumuşam və onun qələminin qüdrətinə, əsərlərinin hər baxımdan orijinallığına, toxunduğu problemlərin yeniliyinə, xüsusən də heç kəsi təkrar eləməyən yumoruna heyran olmuşam. Seyran Səxavət kimi gözəl qələm sahibinə getdiyi böyük ədəbiyyatın çətin yollarında uğurlar diləyirəm. Xəlil Rıza Ulutürk, xalq şairi. Bir var əsərdə bir adamın, bir ailənin faciəsini təsvir edəsən, bunun özünün məsələdir. Bir də var ki, bütün bir epoxanın, xalqın, millətin taleyini, yaşantılarını, əzablarını, faciəsini canlandırasan. Bu, böyük ədəbiyyat işidir. Ədəbiyyata şair kimi gəlmiş, yazıcı kimi şöhrətlənmiş, sadə giyimli, ağ künnəyli, mərd, təvəzzökar, türk sifətli Seyran Səxavət bu işin öhdəsindən şərəf edər. Seyran Səxavət vətəndaş yanlığı bir sənətkardır. Cəsurluğu həyatı gözəl bilməsindən, eybəcərliyə dözməməyindən, təslim və fərari olanlara nifrət bəsləməsindən irəli gəlir. Ramiz Rövşən, xalq şairi. Şairlərin müşfəqliyindən, nasirlərin bədbəxtliyindən Seyran Səxavət şeirdən nəsrə keçdi. Musa Yaqub, şair. Eşidəndə ki, Seyran Səxavətin dillər üçün yazdığı nekroloq əsəri Yazıçılar Birliyi Yusif Səmədoğlu adına ilin ən yaxşı romanın mükafatına layiq görülüb, sevindim və kitabı tapıb bir nəfəsə oxudum. O, nekroloq romanı ilə dünya ədəbiyyatında özünə ölməzlik qazandı. Bu əsəri ingilis dilinə çevirib beynəlxalq aləmə çıxara bilsək, məlum olar ki, Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatından qətiyyən geri qalmır. Bəlkə də bəzi cəhətləri ilə onu üstələyir. Adil Abbas, yazıcı, millət-vəkili. Mən son illərdə Seyran Səxavətin qələmindən çıxan bütün əsərləri ədəbi hadisə adlandırmışam və bu fikrimdə də qalıram. Və kimlərinsə bir hekayəsinə 8-9 məqalə həsr eləyən tənqidçilərimiz nədənsə Seyran Səxavətin əsərlərinə bir qədər vaqeət yanaşırlar. Seyran müəllim, tənqidçilərdən küsməyin, necə ki Sabir Əhmədli küsmür. Seyran müəllim, oxuculardan da küsməyin, necə ki Məhəmməd Füzuli küsmür. Fuad Poladov, xalq artisti. Seyran mənim üçün yaşadığımız dövrün haqsızlığına, çətinliyinə kişi kimi sinə gələn, öz simasını qoruyub saxlayan, onu sevən oxucularının ümidlərini doğruldan, arzularının uça çıxan bilməyən çox nadir qələm sahibidir. O mənim qonşumdur. Ən ağır, dözülməz, mənəvi sıxıntılar keçirdiyim anlarda Seyranın pəncərələrinə baxmaq və burada mənə həm dərd, həm fikir bir ziyalının yaşadığını düşünməkdən güc-qüvvət almışam. Seyran mənim dostumdur. Bu sözləri söyləyəndə sevinç və qürur hissi keçirirəm. Afaq Bəşir qızı, xalq artisti. Seyran Səxavəti dərindən duymaq, öyrənmək və nəhayət kəşf etmək üçün insana bir neçə ömür lazımdır. Seyran Səxavət kiminsə yapıncısının altından keçmək üçün yaxacı, sinə döyüb, baş yaran oğullardan deyil. Vaqil Yusifli, filologiya elmləri doktoru, tənqidçi. Çoxlarına bəlkə də məlumdur. Bir çoxu isə heç bilmir ki, Seyran Səxavət yaradıcılığa şeirlə başlayıb. Sizi inandırım ki, əgər o şeirdən əl çəkməsəydi, bugünün ən sayılan şairlərindən biri olacaqdır. 2 şeir kitabından sonra nəsrə keçdi.
Görünür, onun yazıcı taleyi nəsrlə bağlı imiş və əlbəttə, poeziyada uduzmayıb nəsrə keçən tək-tük yazıcılardan oldu Seyran. Böyük şairimiz Məmməd Araz bir məqaləsində qısa müddətdə də olsa belə ədəbi mühitdə görülməyən Seyran Səxavəti bağışlamamışdı. Seyran Səxavət haradadır? Niyə ədəbiyyatdan qaçaq düşür? Teşekkür edirik kızımıza da Seyran Səxavət deyirdi silsiləsindən, amma Seyran Səxavətin kəlamları çoxdur, yedi də mən deyirəm. Sonra Seyran müəllim də ötəcək. Seyran müəllimin bir fikri də var, deyir ki, Allah dünyanı bizim Yağlıbət kəndinin üstündən idarə edir. Bu günlərdə Seyran müəllimlə Filarmoniyada çox böyük bir görüş oldu. O görüşün videosu YouTube'da yerləşdirdi və onun altında yüzlərlə şərh var. Müsəllim müəllimin orada bir şərhi var, deyir ki, Seyran Səxavətin elə gözəl siması var ki, adam onu görəndə elə bilir ki, ən əziz dostunu görür, tələbə yoldaşını görür, ən yaxın qohumunu görür, ən əziz adamını görür. Həqiqətən də bu belədir və mən o fikirdən çıxış edərək bizim hamımızın dostu, hamımızın qohumu, hamımızın tələbə yoldaşı və hamımızın əzizi Seyran müəllimi bura dəvət edirəm. Seyran, buyurun, söz sizin. Hoş gördük sizi. 30 yıl oradan, 26 yılda buradan, biz 56 yılda sizi görmürəm. Bura mənim Sergey Mironov Şikirov'un Azerbaycan Dövlət Universiteti. Biz oxuyanda heyvəliyim, şükür ki, öz əsl adını alır. Dünyada tələbəçilikdən gözəl heç nə yoxdur, inanın. Hətta müəllimlər də mən hiss edirdim, bizə dərslərində bizə qıp edirdi tələbəyə ki, Allahın affələ nə olardı, biz də tələbə olardıq. Yəni, bu həqiqətdir. İndiki tələbələrdən o qədər xəbərim yoxdur, amma o kök, qan, genetik koda etibar eləsək deməli ki, biz o vaxtlar çox mehribanıdıq. Son tikəmizi bir-birimizdən əsirgəməzdik. Böyle o insanların bir-birine olan sevgisi ilahi. Şimdi sevgilerinde Allah bizim cemaate nisap versin. Ancak bir oğlanın bir kızı sevmeyinden yerden açıyor ama sevgi çok büyük bunda. Vətəni sevmək, bir ailəni sevmək, bir qonşunu sevmək, bir müəllimi sevmək. Yəni biz o cür davranırdıq, o cür bir-birimizlə münasibət saxlayırdıq. Tələbəçilik, mən deməli 80 ildir bu dünyada at oynadıram və tələbəlik qədər yaxşı heç nə görməmişim. Əvvəla belə bu bir tərəfini götürəyim. Məsələn, bunun nəyi pisidir? İndi pissə maddeyini, mən dediyim Quran ayəsidir. Məsələn, tələbik də, indi şəhərdə gəzdiyimiz yerdə qanımızın qara vaxtı, pul yoxdur. Hələ təqvət almağa da xeylaqlar. Birdən hansı rayondan gəlmişsənsə, ya dədənin, ya qardaşının bir dostu çıxır qabağına. O, bütün dərdi sən hamısı gedir işinin dalınca. Aparır səni də, sənin dostların da yerimizin içidir, hələ civanı pul da qoyur. Ay cəmat, bunun nəyi pisdir başı olur? Əladır da. İndi bilmirəm, elə şey qalmayıb, yoxdur. Nə bilim, görür ki, nəsə o maya azalır da. Ya olsa yenə verərlər. Maya gəlir. Yəni, tələbəliyin bu qədər yaxşı cəhətlər var. Bax, məsələn, mən o vaxt yenə deyirəm, o Kirovların Azərbaycan Dövlət Universitetinin 4 yataqxanası vardı. Mənim qaldığım yataqxana
3 nömrəli yataqxanaydı. İndi köhnə yaşlı adamlar bilir. Bizim yataqxana ilə üzbəyiz 4 nömrəli yataqxanaydı. Sən xoşbəxtliyə bax ki, 3 nömrəli bizim oğlanlar yataqxanasıydı. 4 nömrəli o 4 mərtəbənin hamısında gözəl-gözəl qızlar yaşanırdı. Məsələn, biz onlara baxıb düzlənirdik. Ama hamımız o adımızı, indi siz deyirsiniz, təzə sözlü imicimizi gözlüydük. Ki birdən, nə bileyim, işləsin o yataqxanalar nəsə söküblər, ya sökülmüş vəziyyətləri. Mən hərdən onun bölümdən keçəndə elə bilirəm ki, mənim xatirələrimi söküblər, dağıdıblar və bu xatirələrin bərpaya ehtiyacı var. Amma xatirəni söymək, dağıtmaq nə qədər asan da olsa da, onu bərpa eləmək çox çətindir. Bu simenlə, qumla, daşla, usta ilə başa gələn şeydir. Mən vaxtınızı çox almaq istəmirəm. Mən 1946-cı ildə, deməli, mart ayının 23-də Şimali Azərbaycanın Qarabulaq rayonu, indiki Füzuli rayonunda, Yağlıvan kəndində, Koxalı obasında, Muratxanlı tayfasında, qəbristanlıqla üzbəyiz evimizdə Ziyalı ailəsində dünyaya gəlmişim. Ziyalı dəndə kənd ziyalısı, belə deyək ki, atam mühasib idi, anam da müəllimə. Herhalde mühasiblə müəllime ziyalı sayılırlar da. Bu qəbristanlıqla üzbəyiz evdə doğulmağımla mən gələcək həyatımda çox ağla gəlməz roldur. Belə, öləcəyim günü bilmirəm, yoxsa onda deyərəm sizə, o mənlikdir, o Allah'ın mühasibətliyində başa gələn şey. İndi mən istəyirəm bir söhbət edeyim. Bu ya sual cevap deyirsiniz, ne cür deyirsiniz? Bu, siz sual verirsiniz, o deməkdir ki, siz məndən az bilirsiniz. Estağfurullah. Sadəcə maraqlı da. Ola bilər mən də baxdım, bax. Deyək, bu hamısı qəşəng qızlardır. Bu universitetdə oğlan qıtlıqıdır. Hamısı qızdır ki. Neyse. Söhbət edək. Nə istəyirsiniz soruşa bilərsiniz. Mən ən qəliz sualların da məndə cavabı var. Yəni, narahat olun, buyurun, nə istəyirsiniz, nə bilirsiniz. Çox sağ olun Seyran müəllim, təşəkkür edirik. Seyran müəllim bir alqışlayaq. Onu da deyim ki, Seyran müəllimlə bizim çağdaş jurnalistikamızın görkəmli nümayəndəsi Bahattin müəllim də gəlir, Bahattin müəllim. Sizə də təşəkkür edirik. Vasif müəllim, Vasif Ayhan jurnalist. Sizi də salamlayırıq, xoş gördük. Seyran müəllim, bu görüşlər tələbələrin rəyi əsasındadır, sorğusu əsasındadır. Yəni, tələbələr kimi görmək istəyirsə, müraciət edir və həmin şəxsiyyətlərlə biz görüş keçirik və tələbələrin bir xahişi də var ki, suallardan əvvəl sizin tələbə vaxtı yazdığınız məşhur ilk məhəbbəti şeirini oxuyasınız, sonra suallara keçir. Deməli, ən çox ehtiyacınız məhəbbətədir. Bu yaxşı şeydir, amma öhdəsindən gəlsən, ondan da yaxşılar. Bir şey oturayım. Deməli, mən 3-cü kursda oxuyanda bu şeyi yazmışam. 1-ci kursda bir qəşəng qız vardı, Bakılı qız. Xoşum gəldi ondan. Özdə atamın, anamın tək qızıydı. Həmisi də böyük adamdı, mərkəz komutanın katibiydi. Öyle ki, bizim sahaya baxırlar. Dilimi biraz şirin eləsəydim o vaxt. Geçmiş olsun, deməli, ilk məhəbbət, son məhəbbət. Sən nə istəyirdin? Nələr itirdin? Qorxma kül olmaqdan, yan məhəbbət. Sən mənim başıma nələr gətirdin? Ayıq məhəbbəti, son məhəbbət.
O parlaq sevgimdən çox utanıbdan, ulduzlar eşqimdən qızartı dərviş. İnsanlar bir dəfə doğulduğundan elə bir dəfə də sevə bilərmiş. Mənəm milyard naxış səhmişəm göyə. De var mı hesabı naxışlarımın? Kipriklər özlüyə baxmayım deyə çəkir keçiyini baxışlarımın. Elə sızıldayır qəlbim tar kimi. Sən kimin eşqini daşıyacaqsan? Bəlkə də divarlar, qayalar kimi sən də məhəbbətsiz yaşayacaqsan. Burada tənhalıqdan lap iyrənmişəm. Qoy meh sırallasın telini sənin. Gedir, 72 dil öyrənmişəm. Hələ tapmamışam dilini sənin. Sən bir soyuq ulduz, mən gözlərim nəm. Ev yox, mənim üçün həmişə varsan. Sıxma ürəyimi, ürək cəhənnəm. Axı sən oradasan, sən sıxılarsan. Burada uzaqlaşıq bir saat yarım olacaq. Mən bir ərköyünü eləmək istəyirəm. Burada mənim əgər gözüm çox sərrast görür. Burada mən tələbə yoldaşını gördüm, Maya xanım. O bayaqki almışların mən hamısını Maya'ya bağışladım. Maya gördüm. Təşəkkür ederim, hörmətli Seyran müəllim. İndi sənin suallarınızdır. Buyurun. Hörmətli Seyran müəllim, ilk olaraq sizi salamlayıram, xoş gəldiniz. Mən Psixoloji Fakültəsinin 2-ci kurs tələbəsi Kərim Mübarizim. Sualım sizə belədir ki, bir stəkan hava əsəriniz müasir dövr insanlarının hansı problemləri ilə səsləşir? Hansı problemləri nə olur? Səsləşir. Bilirsiniz kızım, bunlar biraz böyle aslında biz yazı yazanda fikirləşmirik ki, o nə ilə səsləşəcək, nə ilə səsləşməyəcək. Əsas, dünyanın bütün, özüm deyirəm əslində, dünyanın bütün böyük yazıçıları elə şeyləri nəzərə almayıblar. Sadəcə ağrıyıblar, yazı yazmaq həm də ağrı kəsici dərman kimi bir şeydir. Yazırsan, tutarsan elə bir ağrın kəsilir də. Amma o biraz, həm də o bir stəkan hava əsəri, deməli mən sizə deyim, biraz ənənəvi Azərbaycan nəsli deyil. Yəni, siz də bilirsiniz onu. Hətta bir Yahudi əsilliyi Rusiya vətəndaşı Yelena Gessi o əsər haqqında bir məqalə yazmışdı Polşanın Tu Teras qəzetində. Orada biraz güya məni dünyanın böyük məşhur yazılarından biri səhv eləmirəmsən də Nobel mükafatı o Kartasarla müqayisə eləmişdi. Belə bir yazısı var. Yəni mən şəxsən o mənim təcrübəmdə olmuyor, nəyləsə səsləşsin. Mən hesab eləmişəm ki, o hisslər əsl insan hissləridir. Pak, tərtəmiz, birinci növ. İstəmişəm ki, öz hisslərimdən cəmaatımızı, oxucularımızı tanış edeyim. Vəssalam, məqsəd əgər vacibdirsə, məqsəd bu olar mən belə. Çox sağ olun. Çox sağ olun. İlk öncə xoş gördük. Mən Tarix Fakültəsinin 3-cü kurs tələbəsiyəm. Və sualım bundan ibarət edir ki, yazdığınız əsərlər arasında sizə ən çox təsir edən əsər hansıdır? Oğlum, sən subaysan da yəqin ki. O, bütün əsərlər hamısı adamın balasıdır da. O deyir, parmağın 5 parmağın hansını kəssən qan çıxacaq. Elə değil mi? İndiki cəmaatın parmaqlarından o qədər xəbərim yoxdur. Bəlkə də parmağın hamısını kəsərsən, üçündən qan çıxar, ikisindən çıxmaz. Mən biraz risk eləmirəm bunlar deməyə. Amma hər halda bir dənə zəif əsərim var, onu deyə bilərəm. Gün Ağladılar adlı bir hikayəm var.
O birlərinə baxanda biraz qorxaqdır, biraz solğundur, biraz belə də yağı sürüşkəndir. Amma qalan əsərlərim hamısı mənim doğmadır, əzizdir, elə biləm özüm həm də. Adam böyle özünə pis baxmaz axı, düzdürmü? Çox sağ ol. Mikrofon. Salam Seyran mənim. Aleyküm. Sualım buydu ki, əsas motivasiyanız nə oldu? Şeir yazarkən.